Salam bilik ovçularım. Sizi yenidən eşitmək çox xoşdur. Bugün birlikdə elə bir canlının hekayəsinə dalacağıq ki, o sadəcə təbiətin deyil, bəşər tarixinin də ən vahiməli, ən ehtişamlı fiqurlarından biridir. Hər kəsə salam. Bəli, bugün masamızın üzərində həqiqətən çox zəngin qeydlər var. Düzdür, baxın, D.K. Findautun Böyük Pişiklər arxivi, Turpentine Creek vəhşi təbiət sığınacağının füsunkar bioloji detalları buradadır. Və əlbəttə ki, Betsel laboratoriyasının o genetika dünyasını alt-üst edən kəşfləri, Bakı Tədqiqatlar İnstitutunun tarixi sənədləri... Bir də təəssüf ki, Trafik Təşkilatının insanın təbiətə vurduğu zərbələri göstərən hesabatları. Məqsədimiz də elə budur ki, bu məlumatları birləşdirib sizin üçün təxminən 20 dəqiqəlik möhtəşəm bir pələng ensiklopediyası formalaşdıra. Çox maraqlı bir dərin araşdırma olacaq. Və mən söhbətimizə olduqca təəccüblü bir mənzərə ilə başlamaq istəyirəm. Gəlin birlikdə qədim Roma dövrünə, Kolizeyin düz mərkəzinə gedək. O, tarixi arenalar, insanın təbiət üzərindəki, belə deyək, hökmranlığını sübut etmək üçün qurduğu o qəddar teatrlar. Məsələ. Təsəvvür edin, tribunalar doludur, on minlərlə insan qışqırır və arenanın altındakı qapılar açılır, içəri nəhəng, zolaqlı, əzələli bir yırtıcı buraxılır. Sözün əsl mənasında bir qladiator kimi. Tamamilə. Çoxumuz düşünərik ki, Romalılar bu egzotik heyvanları uzaq Hindistandan, Asiyanın cəngəlliklərindən gətiriblər, amma o arxivləri incələyəndə çox sarsıdıcı bir həmşəhərli faktı ilə qarşılaşdım. O arenalarda döyüşən pələnglərin böyük bir qismi uzaq Asiyadan deyil, birbaşa bizim bölgəmizdən, Qafqaz dağlarının ətəklərindən, Anadoludan tutulub aparılırdı. Yəni, vaxtı ilə ulu babalarımızın yaşadığı elə bu torpaqlardan. Onlar məşhur Xəzər, digər adıyla Turan pələngləri idi. Bu tarixi fakt adamı həqiqətən düşünməyə vadar edir. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Necə oldu ki, bu qədər əzəmətli bir canlı həm qədim imperiyaların simvoluna çevrildi, həm də təbiətin ən mürəkkəb, zərif bioloji mühərriklərindən biri kimi formalaşdı? Sizin bu mənzərəni təsvir etməyiniz məni də çox həyəcanlandırdı. Çünki bu hekayə qədim Roma arenalarından tutmuş, müasir genetika laboratoriyalarına qədər çox uzun və dərin bir yol əhatə edir. Bəli. Bizim bugünkü missiyamız yalnız bu canlının nə qədər güclü və təhlükəli olduğunu vurğulamaq deyil. Biz həm də bunun niyəsini tapmalıyıq. Pələngin fiziki anatomiyası, genetik kodları, ekologiyadakı rolu və insanlarla olan o faciəvi toqquşması arasında qırılmaz bir bağ var. Və bu bağları tapan kimi o böyük şəkli görəcəyik. Əlbəttə, biz bu əlaqələri anladıqca, əslində təbiətin necə qüsursuz işlədiyini görəcəyik. Amma Roma arenalarından danışmışkən, mən təklif edirəm ki, tarix çarxını biraz da geriyə, milyonlarla il əvvələ fırladaq. Çünki pələnglərin mənşəyini anlamaq istəyiriksə, cəmiyyətdə kök salmış çox böyük bir yanlışlığı düzəltməliyik. Ağa, bilirəm hansı yanlışlığı deyirsiniz, o məşhur mifi nəzərdə tutursunuz. Uşaqlıqdan bəri sənədli filmlərdə, dərsliklərdə, hətta cizgi filmlərində belə qılınc dişli pələng deyə bir canlı görmüşük, yəni Smilodon. Mən də daxil olmaqla çox adam elə bilirdi ki, indiki o nəhəng pələnglər məhz həmin o qılınc dişli qorxunc heyvanın birbaşa törəmələridir. Elədir. Amma oxuduğumuz sənədlər göstərir ki, bəşəriyyətin böyük bir qismi bu məsələdə yanılır. Onların müasir pələnglərlə heç bir əlaqəsi yoxdur. İnanılmazdır, deyilmi? Burada ən füsunkar olan məqam odur ki, qılınc dişli pişiklər, yəni elmə adıyla Machairodontineae alt fəsiləsi ilə bizim bugün gördüyümüz müasir pişiklərin əcdadlarının yolları təxminən 20 milyon il əvvəl bir-birindən ayrılıb. 20 milyon il. Təsəvvür edin. Yəni, Smilodon əslində heç pələngdə deyil, sadəcə adı dilimizə elə keçib. Onlar daha çox Şimali və Cənubi Amerikada yaşayıblar və təxminən 12 min il əvvəl Pleistosen dövrünün sonlarına doğru nəsilləri kəsilib. O heyvanın anatomiyasını düşünəndə adamın qanı donur. Smilodonun dişlərinin 50 santimetrə qədər uzana bildiyi qeyd olunur. Yarım metrik bir diş və o dişlər heç vaxt böyüməyi dayanmırdı. Onlar mamontlar, nəhəng bizonlar kimi dev kimi şikarları ovlamaq üçün belə bir xorxunc quruluşa sahib idilər. Və məhz buna görə də nəsilləri kəsildi. Onlar çox spesifik, çox kütləvi qurbanlar üçün dizayn edilmişdilər və iqlim dəyişib o nəhəng şikarlar yoxa çıxanda
qılınc dişlilər də acından məhv oldular. İndiki pələnglərin əsl mənşəyi isə tamamilə başqa bir coğrafiyaya, yəni Asiyaya dayanır. Aha, Asiyaya. Tədqiqatlar göstərir ki, milyonlarla il əvvəl Asiyada yaşamış Panthera paleosinensis kimi qədim fosillər müasir pələnglərin həqiqi əcdadlarıdır. Yəni pələnglərin hekayəsi o qılınc dişli nəhənglərdən yox, daha elastik, sürətli və Asiya meşələrinə uyğunlaşmış başqa bir pişik xəttindən başlayır. Təkamül doğrudan da sürprizlərlə doludur. Bəs bilirsiniz, başqa nə mənə çox qəribə gəldi? Oxuduğum o genetik hesabatlarda qeyd olunur ki, təbiətin bu vahiməli ölüm maşını, yəni pələngin DNT-si, evimizdə saxladığımız divanda mürgüləyən iplə oynayan o sevimli ev pişiyinin DNT-si ilə 95,6% eynidir. Dəhşətdir. Bəli, yalnız 4,4%lik bir genetik fərq. Və o kiçik fərq divandakı o balaca pişiyi sümükləri toza çevirən nəhəng bir canavara çevirir. Gəlin təkamülün yaratdığı bu mükəmməl fiziki maşını biraz da dərindən incələyək, xüsusən də onların skelet quruluşu mənə çox maraqlı gəldi. Mütəxəssislər deyir ki, bir aslanın və bir pələngin skeletini yan-yana qoysaq, onları fərqləndirmək demək olar ki, qeyri-mümkündür. Amma pələngin bədənində elə fərqli dinamik mexanizmlər var ki... Elədir. Onların sümük quruluşu oxşar olsa da, pələngin o sümüklərini necə istifadə etməsi tamam başqa bir incəsənətdir. Aslanlar daha çox açıq savannalarda qaçaraq ov edirlər, amma pələnglər sıx meşələrdə gizlənərək ovlanırlar. Bu fərqli həyat tərzi pələngin onurğasını sanki bir yay kimi dizayn edib. Onlar sıxılıb böyük bir sürətlə irəli atıla bilirlər. Məni ən çox təəccübləndirən detallardan biri körpücük sümüyü ilə bağlı oldu. Təsəvvür edin, pələngin körpücük sümüyü digər sümüklərlə birləşmir. O, yalnız əzələlərə tutunub. Hə, bu onlara azadlıq verir. Bu isə onlara inanılmaz bir amortizasiya verir. Yəni, pələng yüksək bir ağacdan və ya qayadan aşağı tullananda, o zərbə sümüklərə getmir, əzələlər tərəfindən udulur və heyvan heç bir zədə almadan ayaq üstə düşür. Bunun üzərinə o geri çəkilə bilən, yerişinə tam səssizlik qatan pəncərələri də əlavə etsək, sözün əsl mənasında qaranlıqdan çıxan bir kabusla qarşı-qarşıya qalırıq. Sizin bu kabus adlandırdığınız bu mexanizm əslində dərin bir məcburiyyətin məhsuludur. Bilirsiniz, pələnglər pişik kimilər fəsiləsinin ən böyük nümayəndələridir. Bu qədər böyük bir bədəni, bu qədər nəhəng əzələ kütləsini qidalandırmaq heç də asan deyil. Bütün o amortizasiya, o səssiz pəncərələr, o onurğa yayına baxmayaraq, pələnglər ovlarının düz 90%-ində uğursuzluğa düşər olurlar. 10 cəhddən 9-u bofa gedir. Bu inanılmaz rəqəmdir. Bəli, çünki onlar böyük və tənha ərazilərdə çox vaxt ən az onlar qədər diqqətli, sürətli və instinktləri güclü olan şikarlara qarşı tək başına mübarizə aparırlar. Buna görə də onların o bir dənə uğurlu ovda maksimum nəticəyə ehtiyacları var. Pələng bir şikarı yerə sərəndə bir oturuşda düz 30 kiloqram ət yeyə bilər. Onların o devasa enerji sərfiyyatını yalnız bu cür qidalanma balanslaşdıra bilər. Bax, burası həqiqətən çox maraqlıdır, o qidanı necə yemələri. Turpesin Krik sığınacağının qeydlərində pələngin dilinin anatomiya təsvirini oxuyanda gözlərimə inana bilmədim. Onların dilinin üzərində keratin maddəsindən ibarət, geriyə doğru qıvrılmış minlərlə iti çıxıntı var. Əslində tikan kimi. Bəli. Dil o qədər sərt və kəskindir ki, əgər bir pələng sizi sadəcə sevgi ilə yalamaq istəsə belə, o çıxıntılar dərini sümükdən çox asanlıqla qoparıb ayıra bilər. Məqsəd, əlbəttə ki, şikarın sümükləri üzərindəki ən xırda ət parçasını belə zımpara kimi sıyırıb təmizləməkdir. Üstəlik, genetik olaraq o dildə şirin dad bilmə reseptorları ümumiyyətlə mövcud deyil. Pələngə dünyanın ən dadlı şokoladını da versəniz, onun üçün heç bir mənası yoxdur. Onların beyni və dili yalnız və yalnız proteini tanımaq üçün proqramlaşdırılıb. Bəs bu qədər həssas qidalanma ehtiyacı olan heyvan şikarını necə tapır? Aha, istəyirəm gözlərin sirrindən danışaq. Bu vacib bir sual yaradır. Niyə ev pişiklərinə baxanda o şaquli, uzunsov göz bəbəklərini görürük, amma pələngin göz bəbəkləri tamamilə fərqlidir. Eynilə bizimki kimi, yəni yumrudur. Axı DNT-ləri o qədər bənzəyir. Mən də eyni şeyi düşünürdüm. Bu həqiqətən təbiətin ən gözəl optik sirlərindən biridir.
Kaliforniya Universitetinin tədqiqatçıları bunu heyvanların təbiətdəki ekoloji nişi, yəni ovlama tərzi ilə izah edirlər. Ev pişikləri və ya kiçik vəhşi pişiklər adətən pusqucu ovçulardır. Onlar otların, kolluqların arasında alçaqdan gizlənirlər və qəfil sıçrayış edirlər. Bunun üçün onlar məsafəni santimetrinə qədər dəqiq hesablamalıdırlar. Dəqiqlik şərtdir. Bəli, şaquli, yəni uzunsov göz bəbəkləri heyvana stereopsis adlanan dərinlik qavrayışını verir. Bu qavrayış obyekti arxa plandan kəskin şəkildə ayırmağa kömək edir. Amma pələnglərin hekayəsi başqadır. Onlar günün həm alaqaranlıq, həm də işıqlı vaxtlarında fəaliyyət göstərən nəhəng ovçulardır. Yəni daim axtarışdadılar. Belədir. Onların yumru göz bəbəkləri qaranlıq mühitlərdə genişlənərək içəri maksimum dərəcədə işıq daxil olmasına imkan yaradır. Ev pişiyi tək bir nöqtəyə fokuslanır, pələng isə uzaq məsafələrdəki hərəkəti seçmək, böyük mənzərəni görmək məcburiyyətindədir. Təsəvvür edin, onların gecə görmə qabiliyyəti bizimkindən tam 6 dəfə daha idi. 6 dəfə. Bu sadəcə o deməkdir ki, əgər gecə meşədəsinizsə, siz pələngi görməmişdən saatlar əvvəl o sizin hər bir addımınızı aydın şəkildə izləyir. İzləməkdən və mühiti dərk etməkdən söz düşmüşkən, məni ən çox təəccübləndirən digər məqam o genetik fərqliliklər oldu. Söhbətimizin əvvəlində Batser laboratoriyasının analizlərini qeyd etdik. DNT analizlərinə baxanda bir şey məni şoka saldı. Pələng tək başına yaşayır, bunu bilirik. Amma aslanlar sürülər halında yaşayırlar. Bəs bu tənha həyat tərzi pələngin daxili sistemini, onun genlərini necə dəyişib? Əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, aslanla pələngin ən böyük fərqinin sümüklərdə və ya dişlərdə deyil, birbaşa genlərdə, xüsusən də qoxu ilə bağlı genlərdə olduğunu görərik. Yəni qoxu hissi əsas rol oynayır? Tam olaraq. Laboratoriya analizləri göstərir ki, pişiklərin qoxu qəbul edicilərini idarə edən və feromon adlanan kimyəvi sosial siqnalları oxuyan xüsusi genləri var. Bura orig və V1 genləri aiddir. Pələng təkdir və onun hökmranlıq etdiyi ərazi 100 kvadrat kilometrdən belə böyük ola bilər. O, bu sonsuz meşədə başqa bir pələngin ərazisinə girməmək, rəqiblərini tapmaq və ya cütləşmə mövsümündə dişi pələngi tapmaq üçün yalnız və yalnız qoxu instinktinə güvənməlidir. Çünki başqa vasitəsi yoxdur. Düzdür. Təkamül bu ehtiyacı görüb və nəsillər keçdikcə pələngin qoxu genlərini sürətlə çoxaldıb, inkişaf etdirib. Bəs aslanlarda bu vəziyyət necədir? Onlarda da qoxu belə həssasdır? Tam tərsi. Aslanlar daimi olaraq böyük ailələr, sürülər içində yaşayırlar. Onların bir-birini tapmaq üçün o cür qüsursuz, kilometrlərlə uzanan qoxuya ehtiyacları yoxdur. Onsuz da daim yan-yanadılar. Aha, qrup halında olduqları üçün. Bəli. Buna görə də təkamül aslanlarda o qoxu genlərini lazımsız yük hesab edib. Zamanla nəsillər keçdikcə həmin genlər istifadə edilmədiyi üçün sönməyə başlayıb. Elm buna pseudogenization deyir. Yəni istifadəsiz qalan, funksiyasını itirən, sönmüş genlər. Təkamül sadəcə enerjiyə qənaət edib. Dəhşətli dərəcədə məntiqlidir. Yəni pələng təkliyi, fərdiyyətçiliyi seçdiyi üçün onun burnu böyük bir kimyəvi laboratoriyaya, superkompüterə çevrilib, amma onların dünyadakı yeganə əlaqə vasitəsi tək qoxu deyil. Mənbələri araşdırarkən onların necə ünsiyyət qurduğuna aid səslərlə bağlı detallara rast gəldim. Biz pələng nəriltisinin nə qədər qür olduğunu bilirik. Onların nəriltisi düz 3 kilometr məsafədən eşidilə bilər. Və təkcə eşidilmir. Bəli, ən dəhşətlisi odur ki, bu nərə sadəcə səs deyil, eyni zamanda aşağı tezlikli infrasəs dalğaları yayır. O qədər aşağı tezlikdə ki, insan qulağı onu tam eşitmir, amma sümüklərimizdə, bədənimizdə o titrəyişi hiss edirik. Və bu səs dalğalarının potensial qurbanın beynini bir anlıq iflic etdiyi, onu qorxudan dondurduğu deyilir. O infrases dalğaları təbiətin ən effektiv şok silahlarından biridir. O səsi eşidəndə əzələləriniz sözün əsl mənasında donur. Eyni zamanda çox incə bir tərəfləri də var. Bu boyda ölümcül heyvanlar, dostluq və ya sevgi əlaməti olaraq Prustana adlanan çox xəfif, xurtuldamağa, mırıldamağa bənzər səslər çıxarırlar. Təsəvvür edin, o nəhəng, qan tökən canavar balalarına və ya sevdiyi dişi pələngə yaxınlaşanda bizim otaq pişiyi kimi mırıldamağa başlayır. Bu da onların fərqli bir tərəfidir. Həmçinin vizual siqnalları da var.
qulaqlarının arxasında ağ ləkələr yerləşir. Bu ləkələr sıx meşədə, hündür otların arasında balalarını, analarını itirmədən izləməsi üçündür. Bəzən isə qulaqlarını arxaya qatlayaraq o ağ ləkələri düşmənə göstərirlər ki, bu da bilirsiniz, yaxınlaşma, məhv edərəm deməkdir. Bu qədər mürəkkəb sosial davranışlar, ünsiyyət kodları, analıq instinktləri onu sıradan bir yırtıcı olmaqdan çıxarır. Təbiətin ən mürəkkəb yaradılışlarından biridir. Dişi pələnglərin balalarını tək böyütməsi və bu dövrdə necə fədakar olması adamı çox təsirləndirir. Amma gəlin mövzunu biraz da yaxınlara, öz coğrafiyamıza gətirək. Bayaq Bakı Tədqiqat İnstitutunun qeydlərindən söz açdıq və Turan, yəni Xəzər pələngindən bəhs etdik. Bu mövzu bizim üçün çox doğma və eyni zamanda çox kədərlidir. Doğrudan da elədir. Bir zamanlar Qafqaz, xüsusilə də Azərbaycanın cənub zonası, Lənkəran, Astara, Talış dağlarının ətəkləri bu əzəmətli heyvanların evi olub. Ancaq Bakı Tədqiqatlar İnstitutunun arxiv sənədləri çox maraqlı və bir o qədər də qarışıq bir tarixi detalı üzə çıxarır. Sənədləri oxuduqca məlum olur ki, tarixi qeydlərdə böyük bir lingvistik, yəni dil qarışıqlığı mövcuddur. Hə, bu o məşhur ad qarışıqlığıdır, eləmi? Mənim də diqqətimi çəkmişdim. Tam olaraq. Biz Azərbaycan dilində bu zolaqlı heyvana pələng deyirik. Amma qonşu xalqların dillərində, məsələn, Fars və ya Talış dillərindəki palank və ya babır sözləri ilə bizim mənada işlənən pələng arasında tərcümə xətaları yaranıb. Məsələn, bəzən o dillərdə palank deyiləndə əslində pələng deyil, xallı bəbir, yəni leopard nəzərdə tutulur. Deməli, yanlış anlaşılmalar olub. Bəli, bu səbəbdən 1950-ci illərdə bəzi insanların dağda pələng gördük deməsi əslində bəbir müşahidələri ola bilərdi. Amma bu dil çaşqınlığı əsl duran pələnginin bizim ərazilərdə yaşamasını inkar etmir. Elmi və tarixi olaraq tam sübut olunub ki, onlar buranın həqiqi sakinləri olublar. Və təəssüf ki, o sakinlər amansızcasına yox edildilər. Hesabatlarda konkret bir il göstərilir. Azərbaycanda sonuncu dəfə əsl pələngin 1932-ci ildə cənubda Göytəpə meşələrində ovlandığı ehtimal edilir. Amma məsələ sadəcə onların bir-bir ovlanması da değildi, düzdür? Sistemli bir qətliam var idi. Təəssüf ki, bəli. Sovet İttifaqı dövründə çox sərt kənd təsərrüfatı siyasəti yürüdülürdü. Geniş pambıq tarlaları yaratmaq üçün Kür və Araz çaylarının kənarındakı o ecazkar qamışlıqlar, sıx tuqay meşələri kütləvi şəkildə qırılıb yandırıldı. Pələngin yaşaya biləcəyi, gizlənə biləcəyi tək yerlər o tuqay meşələri idi. Evləri məhv edildi. Faciədir. Digər tərəfdən, dövlət səviyyəsində pələngləri zərərverici kimi təsnif edib, onlara öldürən ovçulara xüsusi pul mükafatları, silahlar verirdilər. Biz öz əllərimizlə daha çox məhsul almaq xatirinə öz meşələrimizin şahını yox etdik. Bu kədərli mənzərə adamda bir sual yaradır. Yaxşı, bəs bütün bunlar nəyə anlama gəlir? Digərlərinin vəziyyəti necədir? Dünyada bugün nə qədər pələng növü var və biz onların qədrini bilirikmi? Mənbələrə görə Asiyada tarixən 9-6 növ pələng qeydə alınıb. Amma onlardan üçünün Bali, Yava və təbii ki, bizim Xəzər pələnglərinin nəsli artıq kəsilib. Yerdə yalnız 6 növ qalıb. Sibir, Bengal, Sumatra, Hind-Çin, Malay və Cənubi Çin pələngləri. Bunlar arasında ən böyükləri Sibir və Bengal pələngləridir. Çəkiləri bəzən 260 kiloqrama, hətta daha da yuxarıya çata bilir. Maraqlıdır ki, ən kiçik pələnglər Sumatra adasında və vaxtı ilə mövcud olmuş Bali adasında yaşayanlardır. Bu böyük fərqin səbəbi nədir? Niyə adadakılar o qədər kiçikdir? Buna elmdə adada cırtdanlaşma prosesi deyilir. Təsəvvür edin ki, dar bir adadasınız, ərazi məhduddur, qida tapmaq daha çətindir. Belə olanda, təkamül canlını böyük bədənlə yükləyib ac qalmaqdansa, nəsillər boyu o canlının ölçüsünü kiçildir ki, daha az qida və daha dar ərazi ilə ayaqda qala bilsin. Amma istər nəhəng Sibir pələngi olsun, istərsə də nisbətən kiçik Sumatra pələngi, hər birinin başı böyük bəladadır. Sizin qeyd etdiyiniz bu bəla, trafik təşkilatının hesabatlarında tam çılpaqlığı ilə görünür. O Taming the Tiger Trade, yəni pələng ticarətinin qarşısını almaqla bağlı hesabatı oxuyanda, daxilimdəki bütün ümidlər sarsıldı. Bilirsiniz hesabatda nə yazılıb?
Hazırda dünyada, zooparklarda, bəzi əyləncə parklarında və zənginlərin şəxsi malikanələrində qəfəsdə saxlanılan pələnglərin ümumi sayı vəhşi təbiətdə azad gəzən bütün pələnglərin sayından dəfələrlə çoxdur. Biz bu heyvanı vəhşi təbiətdən silib qəfəsə salmışıq. Asiyadakı qara bazar iqtisadiyyatı bu heyvanlar üçün əsl cəhənnəmə çevrilib. Hesabatlarda açıq qeyd olunur ki, pələngin şümüklərindən güya müalicəvi olan şərablar, məcunlar düzəldirlər. Ənənəvi tibbdə onların bədən üzvlərinin güc verdiyinə inanırlar. Amma bunun arxasında heç bir elmi sübut yoxdur, elə deyilmi? Mütləq şəkildə yoxdur. Bu, tamamilə uydurma və kütləvi cəhalətin gətirdiyi bir sənayedir. Həmçinin o xəst ticarəti var. Pələngin o misilsiz dərisi üçün onları amansızcasına ovluyurlar. O xəzlə bağlı oxuduğum bir detal məni çox duyğulandırdı. Pələngin sadəcə tükləri deyil, tüklərin altındakı dərinin özü də zolaqlıdır və dünyadakı heç bir pələngin zolaq naxşı digərinə bənzəmir. O zolaqlar tamamilə insan barmaq izi kimi unikaldır, şifrəlidir. Və biz bu qədər unikal, milyonlarla il ərzində dizayn edilmiş təbiət sənət əsərlərini hansısa boş inanc üçün və ya otağımıza sərəcəyimiz bir bəzək əşyası üçün məhv edirik. Sizin bu narahatlığınız tamamilə yerindədir. Çünki pələnglər sadəcə gözəl görünüşlü heyvanlar deyil, onlar ekosistemin zirvə yırtıcısıdır. Əgər bir meşədə pələng yox olarsa, onun ovladığı ot yeyən heyvanların sayı sürətlə artar. O heyvanlar meşənin bitki örtüyünü kütləvi şəkildə yeyib bitirər, ağaclar zədələnər və nəticədə bütün meşə ekosistemi çökər. Pələng təbiət adlı saatin ən vacib çarxıdır. Biz o çarxı qıranda bütün saat dayanır. Doğrudan da bugün biz o saatın çarxını çox detallı şəkildə dərk etməyə çalışdıq. Onun Smilodon miflərindən uzaq olan 20 milyon illik qədim təkamül xəttindən tutmuş, hündürlükdən düşəndə qırılmayan unikal anatomiyasına, işığı toplayan o yuvarlaq göz bəbəklərinə və tək başına sağ qalmaq üçün qoxu genlərini inkişaf etdirən DNT-sinə qədər möhtəşəm bir səyahət etdik. Və təbii ki, öz həyatımızda Azərbaycanda itirdiyimiz Xəzər pələnginin acı xatirəsini yad etdik. Mən isə bugünkü dərin araşdırmamızı bitirmədən əvvəl dinləyicilərimizi düşündürəcək çox mühüm, provokativ bir elmi faktla baş-başa buraxmaq istəyirəm. Bayaq genetik araşdırmalardan, Batser laboratoriyasından bəhs etdik. Ən son elmi məlumatlar göstərir ki, hazırda Rusiyanın uzaq şərqində çox soyuq iqlimlərdə yaşayan məşhur Amur, yəni Sibir pələngi ilə bizim o nəsli kəsilmiş dediyimiz Xəzər pələngi genetik olaraq demək olar ki, 100% eyni koda sahibdilər. Yəni o kədərlə xatırladığımız Xəzər pələngi əslində yer üzündən tamamilə silinməyib. O, bir növ Amur pələnginin bədənində yaşamağa davam edir. Bu inanılmaz bir məlumatdır. Və bu o deməkdir ki, bir gün Xəzər pələngini yenidən Azərbaycan, Qazaxstan və Orta Asiya təbiətinə qaytarmaq, yəni reintroduksiya etmək, elmi cəhətdən tamamilə mümkündür. İndi mənim ən böyük sualım budur. Bəli, elm bizə o heyvanı geri qaytarmağa imkan verir. Bəs biz, insanlar olaraq, bir vaxtlar məhv etdiyimiz bu meşə şahını yenidən təbiətimizə qəbul etməyə, onunla eyni torpaqları paylaşmağa və keçmişin səhvlərini təkrarlamamağa, ruhi və ekoloji cəhətdən hazırıqmı? Məncə bundan daha dərin və daha təsirli bir sual ola bilməzdi. Bu cəsarətli və heyrətamiz fikirlə də bugünkü söhbətimizi yekunlaşdırırıq. Təbiətin mexanizmlərini anlamaq və tarixi qeydlərin arxasındakı əsl reallığı kəşf etmək üçün bizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirik. Ümid edirəm ki, bu araşdırma sizə pələngləri tamamilə başqa bir bucaqdan görməyə kömək etdi. Bilik ovçuları olaraq qaldığınız üçün sağ olun, kanalımıza abunə olmağı unutmayın. Növbəti dərin araşdırmamızda yeni və gözlənilməz mövzularla görüşənədək.